إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əgər insan ərəb dilini öyrənibsə, müəyyən bir səviyyəyə artıq gəlib çatıbsa, sözsüz ki, tətbiqlə, praktika ilə o mükəmməl formaya gələ bilər. Hansı addımlar atılmalıdır? Yəni bu insan qabağına məqsəd qoyub ki, elm tələb edəcək. Nafilə ibadətlərin içində ən üstün ibadətdir. Ən üstün ibadətdir. Buna çoxlu sayda alimlərdən və sadə sözlər, dəlillər və s. var. Yəni gecə namazından üstün bir ibadət sayılır. Yaxşı, indi bu adamın növbəti addımı nədir? Sözsüz ki, şəriət kitablarını oxumağa keçməlidir. Burada çox mühüm məsələ odur ki, düzgün sistem qurulsun. Kitablar çünki çoxdur, həddindən artıq çoxdur. Yəni, eyni kitab var ki, onu bəlkə 30 dənə, 40 dənə formada onun izahlı şərhləri var. Məsələn, Əqidətül Vasitə kitabı. Bəlkə rahat 30-40 dənə indiyənə qədər onun şərhi var, hətta bəlkə bundan da çox. Sistem necə qurulacaq? Bu məsələdə bu təzə başlayan elm tələbəsi, o geri artıq kimləsə bu barədə məsləhətləşsin. Məsləhətlər alsın ki, mən bu sistemdə necə addımlayım. Və sələflərdə bu məsələ sözün düzü sistemli şəkildə artıq çoxdan bəllidir. Bu adam da həmin sistem, həmin addımlarla getsə, ən yaxşısı da budur və məqsədə çatmaq üçün ən qısa yol da budur və başa düşülən də budur və məsləhətli də budur. Lakin burada məsələ nədədir? Fənlər çoxdur. Misal üçün, əqidə fəni. Burada başqa kitablardır. Təfsir. Burada tamamilə başqa kitablardır. Hədis elmi. Burada tamamilə başqa kitablardır. Yəni, bunları qarışdırmaq lazım deyil. Bunlar fərqli məsələlərdir. İnsan bir dənə də kitabla məşğul ola bilər. Yəni, bütün fikri oradadır, mərkəzləşmiş formada. Və məsələn, gün ərzində bir 5 səhifə buradan oxuya bilər, 5 səhifə buradan oxuya bilər. Məsələn. Adətən, əqidə bölümündə bütün fənlərdə olduğu kimi də, yəni qısa kitablardan başlanılır. Bunlara ərəbcə deyirlər muxtasarat, yəni qısa kitablar. Var mutavvalət, uzun kitablar. Məsələn, 10 cild, 15 cild. Təzə adamın ora girişməyi həm düzgündür, həm baş aça bilməyəcək məsələdən. Ona görə qısa kitablardan başlayırlar. Məsələn, əqidə bölümündə adətən başlanılır Qavaidul Ərba kitabından. Muhammed ibn Abdülvahhab rahimehullah yazdığı kitabdan. 4 qayda. Hansına ki, alimlərin əksəriyyəti 4 məsələ kimi baxırlar. Çünki faktiki kitabda qayda yox, məsələlər izah olunur. Bu kitab çox qısa kitabdır. Onun belə uzun şərhi təxminən 40-50 səhifə sayılır. Yəni, bu ondan adətən o tərəfə keçmir. Adətən bu kitabdan başlayırlar. 4 dənə orada bir ki, məsələ danışılır. Bundan sonra insan keçid edir növbəti mərhələyə, məsələn 3 əsas kitabına. 3 əsas kitabı həmçinin Muhammed ibn Abdülvahhabın kitablarıdır. Nəyə görə Muhammed ibn Abdülvahhabın kitabları bu məsələdə önə çəkilir? Orada başqa heç bir səbəblər yoxdur, yalnız 1-2 mühüm səbəbdən başqa. Birincisi qısadır kitablar, qısadır və öz sahəsində ən yaxşılarındandır. Ya bundan yaxşısı varsa, əvəz eləyib başqasını oxuyaq. Amma artıq tarix və praktika bunu göstərir ki, bu sahədə ən yaxşılarından bax bu kitablardır. Yəni ki, bu tövhidlə, əqidə ilə bağlı olan məsələlərdir. 3 əsas kitabı həmçinin çoxlu sayda şərhləri olan kitabdır. Amma həm Azərbaycanda, həm ümumiyyətlə dünyada ən yayılmış şərhlərdən biri Şeyh Muhammed ibn Salih Əl-Hüseyminin şərhidir, rahimullah. O qısadır, 200 səhifəyə yaxındır, maksimum 200 səhifəyə qədərdir. Qısa, aydın, yəni çətin məsələlərə girişmədən aydın olan bir şərhlərdən biridir. Var başqa şərhlərdə, var. Məsələn, Şeyh Salih Əli Şeyhin şərhi var. O biraz daha
biraz genişliğe yol açır orada. Başka formada izahlar vesaire. Hatta ben deyərdim ki, hatta daha bəlağətli vesaire. Ama Şeyx Hüseymin'in kitabları təzə başlayan adamlar için çok rahat olur. Niye? Şeyx Hüseymin özü ərəb dilini elmi səviyyədə çox güclü bilirdi. Onun ərəb dili qrammatikasına bağlı şərhləri var. Məsələn, elmi əsər Əcrumiyyənin şərhi var. Ya bu onu göstərir ki, bu alim təkcə fəqihlik, mühəddislik yox, ərəb dili qrammatikasında, yəni ki, elmi səviyyəsini bilirdi. Ona görə onun cümlələri, onun danışmağı və s. çox gözəl formada alınır. Təzə başlayan üçün əladır. Bilmək lazımdır ki, bu kitabların əksəriyyəti istər Şeyx Hüseymin kitabları olsun, istər başqa şeyxlərin, müasir şeyxlərdən söhbət gedir. Çox vaxtı onların səsli dərslərindən alıntılardır. Sonra onların tələbələri bu audio qeydiyyatları salırlar kitab formasına. Bu da şeyxlə tələbənin arasında olan o bərəkətin nümunələrindəndir. Yəni hər bir şeyxin, hər bir alimin, hər bir elm tələbəsinin öz xüsusi tələbəsi olmalıdır. Onun mirasını dünyaya, o faydanı o tələbəsi çatdıracaq. O YouTube'daki videolar və s. bunlar hamısı çox gözəl bir şeydir. Lakin əsas olaraq həmişə belə olub. Yəni İbn Teymiyyə İbn Əl-Qayyımı yetişdirib, İbn Əl-Qayyım İbn Rəcəbə ötürüb bu elmi və s. və belə də gəlib bizə kitab formasında çatıb və s. Üç əsas kitabından sonra adətən əqidə bölümündə növbəti addım kimi görünən kitab adətən Əqidətül Vasitiyyə olur. İbn Teymiyyənin kitabıdır. Hansı ki ad və sifətlər barəsindədir, orada sahabələr barədə danışılır və s. və l. Əqidətül Vasitiyyənin də çoxlu sayda şərhləri var. Var geniş şərhlər, 1-2 cildi və s. Var qısa şərhlər. Mən özüm təxminən 5-6 il bundan qabaq məsləhət almışdım bizim elm tələbəmiz Rəşad Ümbətovdan ki, bu kitabın ən yaxşı şərhlərindən biri hansıdır? O mənə məsləhət gördü ki, Xəlil Hərras adlı alimin şərhini alım. Bu alim o qədər də məşhurlaşmayıb başqa kitabları ilə, amma bu şərhi çox məşhurdur. Yəni onu bilən adamlar, elm tələbələri bilirlər. Həqiqətən çox qısa, çox aydın və təzə başlayan üçün çox rahat olan bir şərhdir. Çox rahatdır. Sonra növbəti kitablar gəlir və s. Dediyim kimi, təzə başlayan elm tələbəsi, yəni artıq formalaşmış elm tələbələrlə, elm əhli ilə gələ məsləhətləşsin bu məsələlərdə. İndi məsələn, hədis elmi. Hədis elmində kitablar çoxdur. Yəni birbaşa insanın birdən Səhih Buxari kimi kitabın oxunuşuna girməyi, başa düşmək üçün və s. çox güman ki, çətin olacaq. Çünki onun şərhləri təzə başlayan üçün yazılmır. Yəni ki, müəllif professional qaydada öz bildiyi, yəni necə deyərlər, bu dəniz olan elmini sənin qabağa qoyur. Sən də bunu görə başa düşəsən. Beyin görə bunu formalaşdırsın ki, aydın olsun ki, söhbət nədən gedir. Adətən 40 hədis kitabından başlayırlar. Birincisi, orada hədislərin sayı azdır. Bildiyimiz kimi 42 dənə hədisdir orada. Adı 40 hədisdir, amma kitabda 42 hədisdir. O hədislər həm geniş əhatəlidir, həm də giriş olaraq çox gözəldir. Çünki əsas məsələləri əhatə edir İslamda. Məsələn, birinci hədis hansı ki, niyyətlər barədədir. İkinci hədis hansı ki, Cəbrayıl hədisi adlanır. Sünnənin anası adlanan hədisdir, Ümmü Sünnə adlanır hədis. İman məsələsi var orada, İslam nədir və s. və l. Və məsələn, orada 5 nömrəli hədis Ayşə anamızın hədisidir, hansı ki, dinə gətirilən yeni işlərin qəbul olunmamağı barəsində, yəni bu bidət işlər və s. Yəni o hədis mən əhdəsə fi əmrinə həzə məliysə minhu fəhvə raddun hədisi. Yəni belə hədislərlə çoxdur, zəngindir o kitab. Ona görə də məşhurlaşıb bu kitab və onun da həmçinin çoxlu sayda şərhləri var. Qısa şərhləri də var. Belə nisbətən biraz uzun şərhləri də var. Məsələn, uzun şərhlərdən biri İbn Rəcəbin öz şərhidir o kitabı və o əlavə edib orada 8 hədisi. Amma bu kitab təzə başlayanlar üçün deyil. İbn Rəcəbin kitabı təzə başlayanlar üçün deyil. Çünki o isnaddan danışır və s. ona hazır olmaq lazımdır. Yoxsa oxuyacaqsan, başa düşməyəcəksən, söhbət nədən gedir. Həmçinin burada da yenə də Şeyx Hüseyminin kitabı önə çıxır. Niyə? Çünki yenə də asanlıq, yenə də başa düşmək, yəni ki, çətinlik yaratmır.
Şeyx Fovzanın da Həfzəullah şərhi var bu kitaba və s. Amma Şeyx Hüseynin kitabı daha rahat olacaq. Yəni təzə başlayan üçün belə olacaq. Sonra bu sahədə başqa hədis kitablarına insan keçə bilər. Məsələn, adətən biz yəni belə görünür ki, Umdatul Əhkəmi oxuyurlar. Orada təxminən 400-430 arası hədislərdir. Burada artıq fiqhi hədislərdir. Dəst namaz barəsində, namaz, zəkat, hansının ki, həqiqəti deyək, bir çox müsəlmanlar bugün yaxşı bilmir. Zəkat necə verilir, niyə, nə vaxt və s. Nədən verilir. Oruc məsələsi, həc məsələsi və sonra başına artıq yəni ticarət, nikah, talaq, bu insan həyatında baş verən hadisələrdir deyə bunları insan bilməlidir. Bu kitabın da çoxlu sayda şərhləri var. Şeyx Hüseyminin də şərhi var. Şeyx Hüseyminin şərhi 2 dənə kitabdadır. Biri Şərh Umdatul Əhkam adlanır, biri Tənbihül Əfham adlanır. Başqa şərhlər də var. Başqa alimlərin şərhləri var. Qədimi şərhləri də var bu kitabı. İbn Dəqiq Əl-İd adlı alim var. Onun geniş, böyük şərhi var. Amma ona hazır olmaq lazımdır. O çətin şərhlərdən sayılır. Şeyx Əs-Saadın başqa tələbəsi olan Əli Bəssəmin də şərhi var. Onlar Şeyx Hüseyminlə eyni vaxtda yaşayıblar. Onun şərhi çox məşhurdur. Çox məşhurdur. Yəni, ən məsləhətlisi olanlardan odur. O, ən asanlarından sayılır. Həmin şeyxin növbəti mərhələ olan Buluğul Məram kitabı, hansı ki artıq 1300-ə yaxın hədisdir. Yenə əhkam məsələləri, fikri məsələlərlə bağlı İbn Həcərin yığdığı hədislər Buluğul Məram olan kitabına olan şərhidir. Yəni Əli Bəssəm həmin kitabı da şərh edib. Yəni, burada bir məsələ var da, bir insan ki, Umdatul Əhkəmin şərhini, Şeyx Əli Bəssəmin şərhini oxusa, ona artıq o növbəti mərhələdə həmin şeyxin şərhi yenə asanlaşacaq, çünki bu şeyxin dilinə artıq öyrəşir. Ondan sonra da bəli, insan artıq Kutubu Sittədən artıq başlaya bilər, çünki biraz hazırlıq var da, biraz hazırlıq var. Çünki istər-istəməz bu mən 3 dənə kitabdan keçəndən sonra müəyyən anlayış var artıq ki, oruc necə olur, harda başlanılır, necə bitir, səfərdə necə olur, muqim vəziyyətdə necədir. Bu təkcə oruc deyil. Orada çoxlu məsələlər var ki, adi sıravi insanlar əksəriyyəti təsəvvür etmirlər. Məsələn, ticari məsələlərdə, icarə məsələsi, hansı icarə olar, icarə olunmağı, hansı halda olmaz. Ticarət növlərində və s. elə şeylər çoxdur. Adi insanlar bunları biraz urfla götürürlər, amma şəriət buna nə deyir? Hansı hədisi qoyursan qabağı və s. İnsan buna hazır olmalıdır. Çünki biri var, Umdatul Əhkəmdə sənin qabağı 10 dənə hədis qoyulacaq. Bunu oxuyursan, yadda saxlayırsan və s. Biri də var, Səhih Buxaridə ola bilsin ki, 50 dənə hədis qabağı çıxdı. Buna hazır olmaq lazımdır. Bu belə. Başqa elmlərdən, hansı ki, elm tələbəsinə lazım olacaq, xüsusən də əgər o hədisi oxuyacaqsa, hədisiz mümkün deyil. Necə deyərlər, biz 2 dənə hissədən ibarətik. Ayələr, yəni təfsir və hədislər. Buna hazır olmaq lazımdır. Hədis elmini başa düşmək üçün insan gəlib mustalah hədis elminə də baxsın. Mustalah hədis, yəni hədislərin terminologiyası. Səhih hədis nə deməkdir? Səhih hədis və həsən hədisin arasında fərq nədir? Zəif hədislərin növləri, əsasən bu elm bu barədə danışır, çünki onların növləri çoxdur. Yəni orada 20-dən çox növ var və s. Bunlar hamısı danışılır. Ravilər, yəni rəvayətçilər, hansısa ki, isnadda gəlir, adlar. Onlar necə olur, onların xüsusiyyətləri, niyə kimdənsə qəbul olunur, niyə kimdənsə qəbul olunmur. Bu sahədə də hədislər, kitablar çoxdur. Su üçün kitabı var, Tədribur Ravi. Bunu məsələn Saudiya universitetlərində keçirlər. Məşhur kitablardan, çox məşhur kitablardan Tahən adlı müəllifin kitabı, onu da Saudiyada mən bildiyim qədər universitetlərdə keçirlər. Teysir Mustalah Hədis adlanır kitab. Ən qısa, ən balaca və adətən bundan başlanır Beyquniyə, Mənzumətul Beyquniyə, belə bir şeir formasıdır. Ümumiyyətlə, şəriət alimlərinin çoxsu öz təqdim etdiyi elmi əsərləri çalışırlar şeir formasında təqdim etsinlər. Niyə? Çünki onda onu əzbərləmək asan olur. Əzbər isə ən yaxşı bir məsələdir şəriət elmini tələb etməkdə. Dərhal yadıma düşür, yaddan çıxmır və s. Əzbər ən yaxşı məsələlərdən biridir. Ya gərək əzbərləyəsən, ya da gərək çox oxuyasan ki, yaddan çıxmasın və s. Amma əzbər ən yaxşısıdır. Hər adam bacarmır, amma ən yaxşısı odur. Yəni çalışmaq lazımdır.
Beyquniyan şərhi həmçinin Şeyx Muhammed İbn Salih Əl-Hüseyminin şərhi də mövcuddur. Yəni bu görürsünüz Şeyx Hüseyminin yeri, məkanı çox belə görsənən bir məkan idi. Yəni əbəs yerə ona əsrin alimi adlandırmamışlar. İstəyir təfsirdə danışıb, istəyir əqidədə danışıb, hədis kitabını şərh edib, mustalah hədis kitabını şərh edib, ərəb dili qrammatikasını şərh edib. Yəni insan əhatəsi şəriətdə çox geniş olub. Həqiqətən kitabları da açında görürsən ki, insan bilib mövzunu. İnsan oradan buradan götürməyib. Yenə də bu adama müraciətlər edirlər. Bax bu gün də onun kitablarına çox əla kitablardır və s. Bundan sonra insan artıq bu elmi öyrənəndən sonra hədis elmini, hədislərin özünü başa düşmək ona biraz asan olacaq. Niyə? Çünki bax məsələn sizə bir nümunə gətirim də. Siz bilirsiniz ki, ərəb dilində olan sözlər çox vaxt Azərbaycan dili sözlərinə üst-üstə düşür. Bizim sözlərin bir çoxu ərəb dilindən gəlib. Onlardan biri misal üçün məşhur sözü. Məşhur yəni tanınmış, məşhur yəni ki, misal üçün filan kəs məşhur insandır. Bu söz ərəb dilindən bizə gəlib. Məna da eynidir. Məşhurlaşmaq, məşhur insan, məşhur və s. Amma hədis elmində də bu söz xüsusi termin mənasını daşıyır. Yəni siz təsəvvür edin ki, kitabda yazılıb ki, həzəl hədisu məşhur. Biz necə tərcümə edirik? Bu hədis məşhurdur. Bu sözü iki cürə tərcümə etmək mümkündür. Necə ki, sözbəsöz gəlib lüğəvi forma, dilçilikdə necədir? Bu hədis məşhurdur, yəni tanınmışdır. Amma bunu kim ki mustalah hədis elmini bilir, bu başa düşür ki, ola bilsin ki, burada alim başqa şey işarə edir bizə. Nəyə? Sən demə bu hədis əhəd hədislərdəndir. Əhəd hədislər də özləri 3 dənə hissədən ibarətdir. Qarib hədis, əziz hədis və məşhur hədis. Harada ki, 3 ravi bir təbəqədə minimum nəql edib və biraz çox və s. Yəni, bundan ola bilsin ki, burada danışılır. Sən də gələ bunu başa düşəsən ki, bu məsələdir, yoxsa dünyada yayılmaq üzrə, tanınmaq üzrə məşhurluq və s. Ona görə də bu açar elmlər insanda olmalıdır ki, o məsələləri ümumiyyətlə başa düşə bilsin. Və belə açar elmlərdən biri də məsələn usul-ü fiqh elmi sayılır. Bu sahədə həmçinin Şeyx Hüseymin yenə kitab təqdim edib, yəni ki, dərslər deyib və s. Bu sahədə kitablar var. Amma bu sahəni geri insan ya şeyxə qulaq assın YouTube-da və s. Yəni birbaşa o kitabı oxumaq biraz çətin olacaq. O sahə biraz elə sahədir ki, orada təsəvvür olmalıdır. Heç olmasa belə deyək də, kitabı bir dəfə kimləsə keçmək lazımdır ki, səndə təsəvvür yaransın. Usul-ü fiqh elmi nə barədədir? Məsələn, vacib nə deməkdir? Müstəhəb nə deməkdir? Belə şeylər. Və məsələn, 2 dənə hədis arasında təarud yaranır. Yəni ki, ziddiyyat. Zahirən görsənən ziddiyyatdır. Zahirən. Bu məsələdən necə çıxaq? Bu cəm olunacaqmı? Yoxsa burada bir hədis obrusunu nəsx edir? Yoxsa burada başqa artıq mərhələlər gəlir ki, racihləyə gəlirsən ki, daha ehtimal olunur ki, daha çox ehtimal ki, budur. Ya da ki, burada tavaqquf edəsən, dayanasan. Bu 4 mərhələ danışılır kitabda və s. Burada da həmçinin Şeyx Hüseymin kitabı var. Onu yaxşı olar ki, insan kimlənsə oxusun ki, ona başa salsınlar. Və fiqhi məsələlərdə bu kimi şeylər ona lazım olacaq. Kitabı oxuyanda alim deyəndə ki, misal üçün, alimlər bu məsələni istihbəb görüblər. O başa düşməli ki, burada müstəhəblikdən söhbət gedir. Deməli, bu əmər tərk olunsa günah deyil, olunsa savabdır. Yəni, bu insan bunları başa düşməlidir və s. və ilaxır. Beləcə, yəni ki, insan ki, çıxıb bu elm tələb etmək yoluna, bu ən gözəl yollardan biridir. Yəni, bu yolda insan sabit qalması bir rəhmətdir Allahdan. Hər adam sabit qalmır. Bu çox çətin bir şeydir. Allahdan istəyirəm ki, hamıya, kim ki, bax, bu yolda bir addım atıb, sabitlik nəsib etsin. Sözsüz ki, hər adam Şeyx Hüseymin kimi belə parlaq, ulduz, parlaq, alim ola bilsin ki, olmasın. Amma elə bu yolda olmaq özü belə ibadətdir, o artıq kifayət edici bir şeydir. Allah hamıya bərəkət versin. Elm tələbələri nə məsləhətləşin. Yəni kimlər ki, doğrudan da, yəni ki, sahəni bilən, mütəxəssis adamlar da, onlar sizə sistemi qursunlar. Yəni nədən başlanılır, necə oxumaq lazımdır. Və necə ki, keçən videoda demişdim, Şeyx Fovzandan soruşulanda ki, elm tələbəsi nədən başlasın, dedi ki, müəllim axtarsın. Müəllim olmağı çox mühüm məsələdir. Bu yol daha qısa olacaq, daha faydalı olacaq.
müəllimin öz praktikası, öz məsələlərə həyat baxışı və s. hansı ki, dində tətbiq eləmək mümkün və s. o elm tələbəsinə çox böyük dəstək olacaq. Ona görə bu mühüm məsələdir. İnsan gərək bundan kənar düşməsin. Yəni belə. Və sallallahu aleyhi Muhammedin və alə alihi və sahbihi əcməin.